Hər birinin oturacağının radiosu verilmiş. Silindr formalı 3 müxtəlif qabdan. Birincinin hündürlüyü 10 santimetrdir. 4% məhlulu vardı. İkinci qabda 1% duz məhlulu vardı. Əvvəlki 2 sualın həllərini işləyən zaman birinci qabın həcmi 1440 pi, ikinci qabın həcmi isə 2880 pi alınır. Birinci qabda 4%, ikinci qabda 1% məhlulu var və alınan yeni məhlulun duzluq faizi bizə lazımdır. Ümumilikdə məhlulların hər ikisini birgə tökdükdə 4320 pi qədər həcmi olan yeni məhlul alınır və məhlul həmişə 100% olaraq biz qeyd edirik. 1440-ın 4%-ni və 2880-in də 1%-ni tapsaq, 1440-ın 4%-i deməli vur 4 bölünsün 100 bərabərdir. Burada alınır 144-ü 4-ə vursaq 6, bir də yadda 7, bir də yadda 5, 576 bölünsün 10. Deməli alarıq 57,6 pi üstə gəlməsin. İkinci qabdakı məhlulun duzun miqdarını tapaq. 2880 pi vurulsun 1 bölünsün 100. Əlbəttə ki verər 28,8 pi qədər. Və bu da x faiz duzun məhlulunu verəcək. Daha doğrusu duzun faizini. Tənasüb olaraq həll edək. X bərabərdir 4320 pi. Sürətdə isə 6, 8 ilə 4, bir yadda 6, bir də yadda 8. 86,4 pi vurulsun 100%. Bərabərdir. Sürətdə alarıq 8640, məxricdə isə 4320. Pilər də ixtisar gedir. Bərabərdir. Sıfırları ixtisar eləsək 864 bölünsün 432, əlbəttə ki 2% alarıq. Deməli 2%-li duz məhlulu alınır.